Gəncədə növbəti bağça əsaslı təmirdən sonra uşaqların ixtiyarına verilib. 120 yerli 2 korpusdan ibarət uşaq bağçasında 6 qrup fəaliyyət göstərir. Birinci korpus 2 mərtəbəli, digər korpus isə 1 mərtəbəlidir. Tikilidə sanitar qovşağı, mətbəx, şahmat, dərzi, tip, musiqi, rəsm, yataq, soyunub geyinmə və digər yardımcı otaqlar da mövcuddur. Balacaların rahatlığı üçün əziyyət çəkənlər isə şəhər icra hakimiyyəti tərəfindən mükafatlandırılıb. Yüksək səviyyədə dünya standartlarına cavab verən bağçanın təmiri çox ürək açandır. Məktəbəqədər müəssisələrin təzələnməsi bugün doğrudan da aktual problem kimi qarşıda durur və bu sahədə görülən işlər çox uğurla nəticələnir. Respublikamızın ən kiçik vətəndaşları körpə fidanlara bu cür şəraitin yaradılması hamıdan çox biz valideynləri sevindirir. Bağçamızın şəraiti əvvəl yaxşı olmadığına görə biz biraz narahatlıq hissi keçirirdik. Ancaq indi gözəl şəraitimiz olduğumuza görə biz arxeyin uşağımızı rahat bağçaya tam sərbəst gətirə biləcəyik. Bunun üçün burada əziyyət çəkən bütün işçilər heyətinə hamısına böyük təşəkkürümüzü bildiririk. Bundan sonra bizim əlavə bir bağçamızın 44 saylı bağçanın açılışı gözlənilir. 2 məktəbin, 1 saylı məktəbin, 4 saylı internat tipli məktəbin, 2 saylı peşə liseyinin, kollecinin açılışı gözlənilir. Bununla yanaşı şəhərdə böyük infrastruktur layihələri həyata keçirilir. Bilirsiniz, su kanalizasiya layihəsi, yenidən qurulması və eyni zamanda Gəncə molun, Gəncə Dövlət Filarmoniyasının, şəhərdə 2 yeni yeraltı keçidin, kərpiç zavodun açılışları gözlənilir.